Okey. Deməli, Murad, nə edirik? Nə edirik, Murad? Deməli, keçirik bunun içərisinə. Burada artıq qayıdır da bizdə. Datalar qayıdır. 50-ci, 51-ci nədirsə datalar qayıdır bizə. Aydındır? Okeymi? İndi nə edirik, Murad? Bəli, Niyə buna ehtiyacımız var? Gəl indi ondan danışım. Gəldim bura. Düzdürmü? Bura gələndən bəli, sonra bax hələ yox haradır bura? Bura gəldim reytinq cədvəlinə. Mən istəyirəm baxım ki, bu vəbşə kimdir, nəçidir. Görsən hamısında mənə aparır onu. Aydındır? Bunun adı ekstra 51 userdir, amma mənim adım, soyadım çıxır. Düzdür? Aydındırmı? Bunu necə eləyəcəm? bəli, bəli, Bunu necə eləyəcəm? Bunun üçün iki yol var. Ya mən digər digər üçün də əlavə bu səhifənin kopyasını yaradıram, profilin. Ya da ki, nə edirəm? Öz səhifəmin başlanğıcına bir dənə şey qoyuram. Nədir bu? Bax bura. Bir dənə şərt qoyuram ki, əgər bu user başqa userdirsə, mənim akkauntumu göstərmə, onun akkauntunu göstər. Aydındır? Okeymi? aydın, Deməli, nə edirik? Keçirik bu hissəyə. Deməli, burada reytinqdə hələ ki klik eləyəndə bax yuxarıya bax, amma necə gedəcək də bu? Bax profil gedir, görürsən? Aydındır mı? Bu profil bəli. gedəndə profil məlumatlarını biz hardasa şeylə alırdıq, səhv eləmirəmsə, deməli, Minlə alırdıq biz onu. bax burada necə? Minlə, mi Yox, yox, ya elə yox, ilə. elə yox. Dayan bir dəqiqə. OTP-də və yaxud da hardasa biz URL parse alırdıq. Baba OTP-də. OTP-yə hardan gedirdik? Forgot password'un içindən. Forgot password'un içində, baba bura bax, fikir ver, bax bu formada. Bu formada biz şey göndərirdik. Aydındır? ID. Bax indi buradan ID-ni göndərəcəyik. Deməli, biz indi qərar verməliyik. Profilə mi gedirik? Profilə birbaşa mı gedirik, yoxsa profildəki məlumatları belə deyim də dəyişirik. Mən nə edəcəm burada Murad? Burada bax bu hissədə əgər ki, hani ifi bundanın profil bax profildir də düzdür, görürsən? Bax Bəli, bəli, profildə bir dənə setup deyilən bir şey var. Bu setup nə edir? Mənim məlumatlarımı oxuyur, gətirir, belə deyim də, yazır ana səhifəyə, düzdür? Amma indi mən nə bəli, edəcəm? Profilə gəlirəm, bax bu reytinqə gəlirəm. Əsas da ora reytinq cədvəlindən çıxış olur da. Reytinq cədvəlinə gəlirəm. Üçlü şey var burada. Üçlü necə deyim? Bax bura. Hə, bax burada. Birinci yer, ikinci yer hardaydı o? Deməli, header'ın içində olmalıdır, səhv eləmirəmsə. Avatar, bax, country deyə bu da. Bura bax. Burada bax, birinci yer, ikinci yer və üçüncü yer üçün şeylər var da, userlər var. Görürsən? Bunu bəli, görürsən, bax 10 klikin görürsən bunu Murad. 10 klikin. Bunun 10 bəli, klikin dəyişəcəyi indi. Keçirəm, bu reytinqdir də, düzdür? Reytinq. bəli, bəli, Keçirəm reytinqə. Reytinqə keçirəm. Setup'ın içindədir deyəsən. Setup'ın içində. Aha, de bura. Bax bura bax. Setup'ın içində buna ID verirəm. ID, bax bu diva ID verirəm. ID, okey. Bax bu var ya, bax bunu görürsən Murad. Buna bəli, deyirəm ki, top 1. Sadəcə bu olur top 1. İkincisi olur, yəni top 3-dən 1. İkincisi olur top 3-dən 2. Dördüncüsü olur top 3-dən yox, bu olur 3-dən 0. Bu da olur 3-dən. Əslində elə burada var ya, bax bura bax Murad. Bunu silirəm. Bax, two var ya, bax bu. Two-nu atıram bura. One-ı atıram bura. Three-ni də atıram bura. Aydındır? Üçünü də götürdüm. aydın, Hələ ki bu 3 dənə ilə dişim. Aydındır? Üçünü də götürdüm. bəli, Keçdim bura. Bunun domları var da. Bax bura. Nə oldu? Bunun domu var.
Birinci indomu. One. Düzdür? Yox. Bəli, bəli. Bu alt xətt one'dır. Two'dur. Bu two'dur. Bu alt xətt one'dır, sıfırıncı. Babım. Okey Murad. Bu isə alt xətt 3'dir. Proyekt adi dərs kimi nəsə işləyəndə çox rahatdır. Proyekt işləyəndə baş şişir. Bilsən ya, elə bir cariyəndə o qədər şey fikirləşsən, adam başı şişir. Foto və sairədən işimiz yoxdur. İndi keçirik bura, bax Murad. Keçirik bura. Bu neçədir? Foto. Yox, bura yox. Bax bura. Bura gəlirəm, yazıram ki, alt xətt deməli nə? To, one, yox, alt xətt to. To. Nöqtə add event listen. Nöqtə click. Bir dəqiqə. Klik olunanda gəl neynə? Gəl bu funksionu işə sal. Bu funksiyon da getsin. Dəqiqə, bunu kopyalayıram. Bu funksiyon da getsin. Belə bir element gətirsin. Belə bir element gətirsin. Yaxşı, indi bax, burada top 3-də ID gəlib də. Düzdür? Bəli. ID gəlib. Bunu belə eləyirik. Bunu da belə eləyirik. Necə GPT bizə necə demişdi? Necə gəlməlidir? ID kimi də, sual işarəsi ID kimi. Və bu da deyir ki, sual işarəsi ID bərabərdir belə bir şey. Bu da nədir? Bunun birincinin ID-si. Keçək bura görək o ID-si gəlibmi hələ? Application top 3 ID. Bax, görsən ID. Okey? Yox. Top 3. Top üçün 0-ın ID-si. Top üçün 1-nin ID-si. Tamam. Səliqəyə Bəli. saldıq. Tık tık 3 dənə. Two və 3. İkinci oldu 0. Bu oldu 2. Düzdür? Bəli. Okey. Bax hələ. Bravo Murad. Yuxarıda 38 göndərildi. Bax hələ 51 göndərildi. Bax hələ 34 göndərildi. Aydındır? Okey. Bura qədər sual var. İndi onlar 31, 54, o onun nə idi ora göndərilən? Bir dəqiqə. Burada gedəndə mənim öz profilimə getməlidir. Bax buna da klik eləyəndə öz profilimə getməlidir. Bax buna. Deyil. Bu ID-ləridir də. Bax bu ikinci yerin sahibi Ha, kimdirsə onun ID-sidir. aydın Aydın başa deyil. düşdüm. Bu birinci yerin sahibisidir. Buna klik eləyəndə, bax buna klik eləyəndə mənim öz profilimə getməlidir ki, onu da düzəldək. O belədir. Hardadır? Bu dəfə bu. Yazdıq. Yuxarıda avatar var. Bax bu. Səliqəyə saldım, klik elədim, bax getdi mənim öz profilimə. Aydındır? Okey? Bəli, Onu bəli. düzəltdik.
İndi keçirik bura. Bura. Buradan deməli hansına klik eləyiriksə onun ID-si gəlir, düşür. Aydındır? Okey. Aydın. Hə. Aydın. İndi eyni zamanda bunun təkcə bundan bitmədi işi. Bunun eyni zamanda aşağıda şey var. Bax, burada futurda olanı var. Bax, profil. Profil, bax, profil. Görürsən? Buna da ID verirəm. Adına deyirəm profil. Okey? Tamam mı? Burada Bəli. my rəngin burada eyni zamanda hardasa biz my rəngı da almalı. Bax, burada mənim. Mən, düzdür? Bunu nə edirəm? Bəli. Bəli. Alt xətt profil, profil, aydındır? Okey? Hardaydı o? Add Aydın. event Aydın. listen. Kopyaladım. Okey. Profil klik eləyəndə hara gedir? Əslində heç profilə Ağappayı. gerek yoxdur. Profil zaten mənim akkauntuma getmir. Hə? Bəli. Profil mənim akkauntuma gedir, sonda nə gerek var ki? Profil mənim akkauntuma gedir. Profil lazım deyil. Şey lazımdır bizə. Profil yox. Bax, bu birisi. Listin içi lazımdır bizə. Bax, listin içi. Hanı listin içi? Bax, listin içində də klik eləyəndə mənim akkauntuma gedir. Yuxarıdan heç nə getmir. Fikir verdin, bax, Murad. Bax, buradan yuxarıdan ID gedir. Amma buradan eləyəndə mənim akkauntuma gedir. Düzdür? Listin içinə baxaq. Düzdür. Hanı list? List, get list. Bura bax, Murad. Görürsən bunu? Mənim akkauntuma gedir. Bax, bu hissəyə. Bəli. Bu hissədə eyni yuxarıdakı məntiqi yazıram. Bax, buranı. Bunu yazıram. Sual işarəsi ID bərabərdir. Bax, bura. Sual işarəsi ID bərabərdir. Item bərabərdir. Bax, bu. ID bərabərdir. Item rank. Amma görək həqiqətən gəlirmi listin içində? Listi də ora, düzdür? Listə sorğu ataq, ID-lər inşallah ki, ID-lər gəlir. Hə, gəlir deyə da burada. Okey. ID. Refresh elədim, klik elədim, bax 51-ci user. Klik elədim, bax 49-cu user. Klik elədim, bax 33-cü user. Aydındır? Sual Bəli. var bura qədər. Xeyr, sual yoxdur. Aydın. Səliqəyə saldıq. Burayla işimiz bitdi. Keçir indi profilə. 2 dəqiqə səbirli olaq Murad. Oldu mu? Okey. Bəli. Bəli. Özümə gəlim, başım işdə. Onu oradan al bura at. Bunu buradan al bura at. Az su verə zəhmət olmaz. Əvəz müəllim. Bəli. Report gedir. Okey. Bəli. Bəli. Deməli, nə edirik Murad? Keçirik profil səhifəsinə. Okey. Profilin eyni zamanda JavaScript-i də var. Düzdürmü? Profildə get Bəli. data var yuxarıda, düzdür? Və get datanın içində bir dənə də setup var. Sistem açılan kimi avtomatik olaraq bizə setupı gətirir, düzdür? Setup öz Bəli. içərisində nəyi gətirir? Hələ ki, setup öz içərisində bu formada elementlər gətirir. Deməli, bax biz burada indi bir dənə bir şey yazırıq Murad. OTP-nin içərisində biz belə bir şey yazmışıq. Bax, bunu görürsən? Bəli. Görsənmə. Bunun eynisini biz bunun içində qurmalıyıq. Bax, burada qurmalıyıq. Okey. Burada. Və nə etməliyik? ID-ni oradan çıxartmaq üçün URL, bax URL harda işləyir? Bax burada. URL, bax bura bax. Görürsən? Aydınmı? Bəli. URL də buradan götürürük, gətirib bunun altına atırıq bu formada. Əla. Deməli indi bir dənə nə edirik? OTP-ni bağlayırıq. Bura bir dənə yazırıq ID. Buradan da ID eləyirik buna ID. Okey. Tamam. ID başqa heç yerdə olmamalıdır. Prinsipsə 8 yerdə var bu ID. Baxaq. Hə, heç biri şey ID deyil, normaldır, problem deyil. Tamam, ID-ni yerləşdirdik, düzdür Murad?
Okeymi? Bəli. İndi nə edirik? Gəlirəm bura. Burada get data var. Get data mənim datamdır. Aydındır mı? Okey, yəni mənim elementlərim, mənim datamı gətirmək üçündür. Bu aparır miyə yazır və sair, aydındır. Amma mən indi nə edəcəm? Mənim istədiyim get datada şeydir. Mənim istədiyim isə nədir? Mənim istədiyim isə başqasının datasını gətirməkdir. Bu get data əslində bir dənə mən get dataya bir dənə ID göndərə bilərəm prinsipcə. Əgər bu ID bura gələrsə null olar, gəlməzsə tamam boşluq göndərə bilərik. Hələ ki buranın da yazmayaq. Deməli nə edirik? Bir dənə bunu gəl lokala yazaq, lokal storage yazaq. Log ID. Yerləşdirdik ID-yə. Bunu da buradan qoyduq. Deməli, konsola keçdim, vurdum. Nə deyir? Query is not defined. Nə deyir bu? E, Bu nədir? Reference query string. Query string. Query string almamışam. OTP-də. Yuxarıda query string var imiş. Onu almamışam. Hardadır bu? Hə, deyib daha mı? Okey. Bunun yuxarısına query string qoymaq lazımdır bir dənə. Okey. Tamam, səliqəyə Bəli. saldıq. Əla. Deməli nə etdik? Null. Düzdür? ID göndərilməyəndə null oldu Murad. Aydındır? Başqasına Bəli. vuranda Bəli. amma başqasına vuranda 37. ID-si gəldi. Düzdür? Okeymi? Və Bəli. indi belə bir şey deyəcəm. Deyəcəm ki, if əgər ID varsa bunu elə, yoxdursa bunu elə. Bu formada bir dənə yol izləyəcəm. Aydındır? Okey. İndi Aydın. mən burada bir dənə funksiya yazıram. Bu get datanın birəbir eynisini kopyalayıram. Bunun adın, birinin adın get my data qoyacağam. Görüm hələ harda bunları çağırmışam. 3 yerdə çağırmışam hal-hazırda. Onda olur biri get data, biri olacaq get my data. Get my data. My data. Bu mənim datamı gətirir. Okey. Bax bu get my data Bəli. mənim datamı gətirir. Aydındırmı? Amma get data Bəli. isə userin datasını gətirəcək. Digər userin. Aydındır? Okey. Aydın. İndi nə etdim? Gəlirəm bura, gəlirəm bura. Burayı vergül qoyuram. Bu formada yazıram params, 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 paramsın içərisinə yazıram ID. Okey, yuxarıdan gələn ID-ni yerləşdirirəm bura. Aydındır? Okey. İndi Aydın. görək Bəli. nə baş verir. Deməli, gəlirik bura. Bu indi bax get data var, get data. Get datanın içərisində belə bir şey deyəcəm. Deyəcəm ki, belə bir şey deyirəm. Deyirəm ki, if amma burada bu xətalar qalır. Bax, bu hissəyə toxunmuruq bir dənə. Bax, bu hissə var ha. Bu hissə ilə hələ ki işimiz yoxdur. Setup çağırılacaq, amma setup fərqli cür çağırılacaq. Aydındır? Okey. Bəli. Mən və burada nə deyirəm? Deyirəm ki, ID varsa, bunu çağırılacaq, get data çağırılacaq. Okey. Else halda digəri çağırılacaq. Get my data çağırılacaq. ID var. Görək nə çağırıldı. Loga keçirik. Network-ə keçirik. ID var. My rəngin içinə bax ID göndərildi. Görürsən? Aydındırmı? Bəli. İndi ID-ni Bəli. siləcəm. ID-ni siləcəm. My rəngin içərisinə bu dəfə heç nə göndərilmədi. Görsən burada URL-də görünür. Görsənmi? Bəli. Gördün mü? Bəli. Başa düşdün? Bax bu da burada. İndi nə edirəm? Deməli bu hissə okeydir. Tamam. İndi nə edirəm? Növbəti mərhələ nədir? Burada da setup neçədəndir? 3 dənə, düzdür? 4 dənə, 3 dənə. Deməli 1 get my data-nın içində çağırılıb, 2 burada çağırılıb, get e, my data-da 1, 2, 3 və 4. Okey, əla. Deməli indi nə edirik Murad? Setup o zaman çağırılacaq ki, setup o zaman çağırılacaq ki, setup o zaman çağırılır ki, bu şeydir. Bunun içinə bir dənə setup çağırılmır. Bunun içərisində bax bu mi var, mi. Mi artıq bax my rəngin içində əgər ID göndərilərsə, mi-də başqa user gəlir. Aydındır? Onda setup-a da nə deyirik? Səsim gəlir? Setup-ı bir dənə Gəlir. kopyalayırıq. Gəlirsin sən. Local storage silirik və local storage. Local storage-də bu qalır.
Mini silirik. Okey. Mini silirik. Mini buradan silirik. Setup'ın içərisində nə var burada? Local storage-dən oxunan data var da, düzdür? Mi və user adlı data var. Mi və user adlı. Userdən nəyi çəkir ki bu? Userdən fotonu çəkir. Userdən foton çəkir. Bən minin içində foto yoxdur. Minin içində foto gəlir axı. Foton elə gedib minin içindən çəkək də. Userdən nəyə çəkirik bunu? Murad, bax. Bunu userdən çəkir. Amma elə bunu da əslində userə bax burada ehtiyac yoxdur. Bax, bura bax fikir ver. Sildim bunu. Şəkil qarışdı, düzdür? Bəli, Fotonu minin içindən çəkək də elə. Var da orada zaten. Əla. Tamam. Fotonu çəkdik minin içindən. Tamam. Dev də burada. bəli. Hə, indi nə edirik Murad? Gəlirəm, belə bir yol izləyəcəm. Tak, tak, tak. Setup'ı, maksimum setup'ı kopyalayacağım, amma setup'ı təkcə o cür yox, bax setup'ı bu cür də kopyalamaq olar. Bura bir dənə, hmm, bura bir dənə data göndərirəm, data. Deməli, bax bu formada yerləşdirdik. Əslində setup hər ikisində çağırılacaq. Setup hər ikisində çağırılacaq. Tamam. Amma iki yol var. Burada bu mi göndəriləcək setup'ın içərisinə. Amma birinci setup'a bura şey yazılacaq. Data. Data. Setup'ın içinə bir dənə data göndəririk Murad. Deyirəm, əgər data gəlibsə, datadır. Əks halda digərini götür. Bax burada belə bir şərt qoydum Murad. Deyirəm ki, data gəlibsə datanı götür, əks halda digərini götür. Bax hal-hazırda data gəlməyib heç birində, düzdür? Burada da data Bəli, gəlməyib, düzdür? Bunun içində də data gəlməyib. Setup neçə yerdə çağırılıb? Ctrl F 4 yerdə çağırılıb. Deməli, biri təyin olunandır. Bax biri burdadır. My datanın içində. My datanın içində data göndərilmir. Düzdür? Gedib midən götürür. Aydındır? İkinci aydındır, get bəli. datadır. Get datanın içində mən indi bir dənə mini bura göndərəcəm. Okey. Üçüncü təyin edildiyi yerdir. Buradır. Dördüncü də budur. Açılan kimi, səhifə açılan kimi bunu elə. Deməli, bir dənə indi baxaq. Görək nə var burada. Bax hələ Murad. Səhifə açıldı. Okey. Bəli, Səhifə açılanda nə baş verdi? Səhifə açılanda bütün səhifədəki bütün məlumatlar gəldi. Tamam, düzdürmü? Bütün məlumatlar gəldi, yerləşdi bura. Amma bir dənə indi burada bir situasiya var. Bax biz indi burada bəzi şeyləri düzəldəcəyik. Deməli mən gəlirəm bu hissəyə, geriyə gedirəm, buranı açıram. Yox, geriyə gedirəm, buranı açıram, bura vururam. Bəli, external user'ın məlumatları gəldi bura. Fikir verdin? Neynədik? bəli, Aydındır? Amma burada bir dənə bir situasiya var. Əgər mən bunu çağırmasam, fərz eləyək. Bax bunu çağırmasam, external userə girirəm, amma hələ də mənim məlumatlarım görünür. Niyə? Səbəbini bilirsən nədir? Səbəbi budur ki, əslində və belədir də o. Bundan qaynaqlanır bu arada. Mən girirəm, external şeyin içinə girirəm mən. Bax burdan əslində. Bax bunun səbəbi burdan qaynaqlanır. Mən burdan mini göndərməsəm, nə baş verəcək? Bax fərz elək, midən data gəlməyib. Yəni başlanğıc olaraq heç bir data yoxdur da. Yəni sistemdə mi gəlməyib. Mi gəlməyəndə nə baş verir? Bu işi görür. Amma ki bu işi bunu o zaman görməlidir ki, o zaman görməlidir. Yəni lokal storage-dən çəkir axı. Əgər heç nə olmasa lokal storage-dən çəkəcək axı, düzdür? O zaman görür bəli. ki, burada ID var ola. Deməli yazırıq ID. Yəni bura onda yazırıq if. Yəni mən ancaq mənim məlumatlarımı nə zaman lokal storage-dən çəkməsi lazımdır? ID mövcud olanda, düzdür? Mən də deyirəm ki, Bəli, əgər ID mövcuddursa, yox. ID mövcud deyilsə bunu elə. Bax burada belə bir şey elədim. ID mövcud deyilsə bunu elə. Başa düşdün? Aydındır Murad? başa düşdüm. ID mövcud Bəli, olmayanda bunu eləyəcəyi üçün bir növ bax belə bir şey olacaq. Bax hələ. Bura bax. Mən sistemə girəndə bax bu formada çıxacaq. Görürsən? Başa bəli. düşdünmü? Yəni elə bir datanı tapmayacaq, amma skeleti çıxardacaq da mənə. İzah eləyə bildim fikrimi sənə?
Bəli, bəli. Okey. Belə. Deməli, nə edirik? Amma bayaqları mən bu şərti yazmayanda nə edirdi? Bax, mənim məlumatlarım gəlir, sonra silinir. Bax, fikir versən orada sürətli formada. Görürsən? Aydındır? Bəli. Amma indi nə etdim mən? Dedim ki, mən bunu əlavə elədim bunu. Bu bir növ nə olur? Bax, xəttlər gəlir, silinir. Sklet gəlir, silinir. Bəs skletin gəlməsi daha effektivdir. Nəinki mənim məlumatlarımın gəlməsi də, düzdürmü? Doğrudur. Düzdür, bəli. Profilimi də bu formada düzəltdim əslində. Mən nə etdim? Deyirəm ki, əgər kimsə gəlib, kiminsə məsələn 3 nömrəli userin adı zadı nədirsə ona baxmaq istəsən budur. Aydındır? Okay? Aydındır. Belə. Bu da bizim profil səhifəmiz. Yəni biz artıq demək olar ki, hər şeyi düzəltdik. İndi qaldı bizdə nə? Oyun hissəsi də bu hissə. Levelləri Bəli. düzəltmək və oyunu düzəltmək. Sual var? Bir sual yoxdur. Şeyə gitə komit eləyəcəyik. Git commit eləyəcəm. Git add git commit m nə yazırıq? Yazırıq. Mhm. Dan git push. Okay. Tamam. Sonra keçirik gitə. GitLab-a keçirik. Sign in eləyirik. Sonra nə edirəm? Proyektlərə keçirəm. Burada elə gəlib. Create merge request. Merge. Все. Birləşdi. Baxaq. Birləşdi. Belə. Sual varmı? Xeyr, mənim sual yoxdur. Okey. Gəl belə eləyək. Sual yoxdursa yekunlaşdıraq. Növbət dərsimizdə Özləri inşallah yazın. levellərə baxarıq. Vaxt olsa mən şey Oldu. eləyəcəm Murad. Şəhərləri əlavə eləyəcəm. O filtrləri də qoşarıq. Okey? Bir dənə filtr Oldu. hissəsi. Mən xatırladaram lap sizə. Bir də mən şey eləyəcəm. Hə, Aysa, filtrləri mən elə bir login register tərəfini həll eləyəcəm işin. Bir dənə qalar filtr qoşma tərəfi də. Bildin necə? Bax buradakı filtr qoşma Bildim. tərəfi. Burada yox bu birisində. Burada o filtri də qoşarıq. Okey? Tamam? Oldu. Belə. Çox sağ Oldu. olun. Təşəkkürlər. Hələlik Sağ Murad. olun. Sağ ol, sağ ol.